Mürfətdar 80-ci illərdə ədəbiyyata gəlib. Onu təkcə Qubada sevmirlər. Azərbaycan oxucusuna da yaxşı tanışdı. Özünə məxsus düşüncə tərzi, obrazları var. Mövzudan asılı olmayaraq onun şeir ruhu çox güclüdür. Sözün iç qatlarına rahat enə bilir. Sözün çalarını rəng-rəng ayırıb nəzmə çəkir. Rəssam dostuna yazdığı şeirə baxar. Mən ürəkləri oxuyuram, sən ürəklərin içini. Mən dərddən ağlayıram, sən içini çəkirsən. Mürfətdar müəllim Qımıl kəndində, doğma elində, obamda sizi xoş gördük. Sağ olun. Necəsiniz? Nə var, nə yox? Ömrün müdriklük çağındasınız. Təqaüdə çıxmısınız. İş yox, dərs yox. Ev işləridir, qələmdir və Mürfətdar müəllimdir. Necə qurursan bunlarla münasibəti? Təqaüdə çıxandan sonra həqiqətən də adam çox darıxır. Çünki o məktəbə gedəndə adamın başa qarışırdı, belə. İşə, gücə, dərsə. Dərsə qarışırdı. Təqaüdə çıxandan sonra adam darıxır. Ona görə də bu həyətyanı sahəmdə bağa, ağaclara qulluk edirəm. Su verirəm, məsələn. Beləcə işlərlə, xırda para işlərlə məşğul oluram, başımı qatıram. Bir də görürsən ki, bayır axşam olub. Elə axır özümü darıxmağa qoymuram, məşğul Bəs oluram. qələmə nə vaxt əl uzadırsan? Qələmə ancaq gecələr. Gecələr, gündüz olmur. Gecələr elə sakit tutaq. O da ki, belədir ki, dartırsa səni, yazmağa dartırsa səni. Haradasa bir misra başımda fırlanır günlərlə. O misra elə addım başı mənə izləyir. O misradan şeir yaranır. Təbii, elədir. Yaranması elədir. Ya misradan, ya duyğudan, ya hansısa bir görüntüdən tutur və səni qıvrılırsan onun əlində. O vaxtda şeir yaranır, özü də o çox daha fikirləşmirəm, ardıcıl, axıcı gəlir. Yoxsa oturub zorla şeir yazacağım, alınan şey deyil o. Heç gərək də deyil, zorla özünə də zülüm verirsən, oxuyan yetimlərə də zülüm verirsən. Əlbəttə. Elə yeri gəlmişkən, bu özü gələn, özü səni yazdıran şeirlərindən bir ikisini deyərdin. Havalı idi əlləri. Gah aşağı, gah yuxarı süzürdü havada. Əlləri dəli idi onun. Səsi əlləri idi onun. İçində çoxdan həsrətini çəkdiyi toydu. Çölündə əlləri oynayırdı Tanrının acığına. Söz hıçqıran barmaqları notdan nota inirdi. O öz nəğməsinin diriyoruydu. Bir lal haray, bir səssiz nalə yandırırdı enib qalxan sinəsini. Qulağını batırırdı musiqi sədaları. Özü eşidirdi öz səsini. Allah olmaq istəmirdi duluzçu. Yer kürəsi fırlanırdı çarxında. Qoy Allahın acığına gəlməsin. Adəmi də, Həvvanı da təzədən dil palçıqdan yaradırdı duluzçu. Doğru dürüst adam yaptı Adəmi. Həvvanınsa palçığından kəsərək tamahını bir dəfəlik suladı. Allah olmaq istəmirdi duluzçu. Mürfətdar bütün ömrünü doğulub boya başa çatdığı kənddə yaşayıb. Şəhərlərin parıltılı işıqları onu özünə çəkə bilmədi. Nəyi qalıb bu dünyanın kitabındakı bölümün biri belə adlanır. Bu kənddən bir yana çıxa bilmədin.
Hər qonur daşına dizim sürtülür, nəmli torpağına üzüm sürtülür. Böyük bir dünyadır bu kiçik kəndim, gözümü açanda onu bəyəndim. Böyük şəhərlərdə gözüm qalsa da, odlansam da belə qız baxışından, üzümə çırpılan yaz yağışından təskinlik tapıram biraz da olsa. Bu yurtda alışdı mehr çırağım, müdrik babaların ocağındayam. Arzu ilə bələnən körpənəm, sənin nə yaxşı a kəndin qucağındayam. Ay dağlı qızları, sizdən keçərdim, şəhərdə bir incə gözəl seçərdim. Gül çiçəkdən, duman səndən keçmədim, ulu kəndim, bircə səndən keçmədim. Bir həsrət çöküb hər şeyə, dumanda, çəndə gizlənib, sənə rast gəlməyim deyə şəhər də məndən gizlənib. Dolaşıram sərsəri tək, fikrim, xəyalım dumanlı, sahibsiz küçə itləri baxır mənə qanlı-qanlı. Heydən düşən ayaqlarım qabar etdi küçələri, yuxuma girmirsən deyə heç yatmıram gecələri. Günlərimi gün saymadım, axşam belə, səhər elə, özümü laf itirmişəm, tapsan məni xəbər elə. Axı mən heç unutmadım yerişini, kölgəsini, bağışla ki, səni bilib, qucaqladım özgəsini. Günah bu çər dumandadır, günah bu çər dumandadır. Dəli sevdam söndü, itdi dumanda, işartı yox bu sevginin tumunda. Dərd göyərtdim, daş kəsəkli şumunda, Bir də dərd göyərtdim. Dərd göyərtdim, daş kəsəkli şumunda. Xırmanında döyləsi dəmin yox. Kökdən düşüb, heydən kəsib havarım, kölgə tutmaz, yelə çəkməz talvarım. Xəzanımdan şirə çəkməz balarım, pətəyində xanalanmış şanım yox. Qulaq səsdə gözüm hələ yol yığır, bağlanıbdır dosta gedən yol cığır. Aydan üzlüm saçlarını yol çağır, yastığımın bir yanı boş, tənim yox. Gözəl. Məşhur kəlam var ki, vətən sərhəddən başlayır. Elə burada sizin ərazinizdə, Qımılda dağlarla sərhəddir və o tərəfdə Dağıstanla sərhəddir, Rusiya ilə sərhəddir. Bizdən yuxarı Küsnət kəndidir, indi yol var Xınalığa qədər. Xınalıqdan o tərəfə, o Pusar tərəfdən, o Dağıstanla sərhəddir. Dağıstanla sərhəddir. Bəs necədir bu kəndin havası, havacatı, işi, gücü, nə ilə məşğuldur burada yaşayan əhali? Valla burada yaşayan əhali əsasən əkinçilikdir bizdə, bir də heyvandarlıq. Örüş sahələri Örüş var? sahələri var. İndi əkinçiliklə, heyvandarlıqla məşğuldurlar. Cavanların əksəriyyəti işsizdir. Köç eləyirlər. Köç eləyirlər. Əksəriyyəti gedib tikintilərdə. Şəhərdə, bazarda, harada imkan var orada. O qədər də yaxşı əhval-ruhiyyədə deyirlər. Çünki iş yerləri yoxdur. Kənddə orta məktəb bizdə qədimdən 30-cu illərdən olan orta məktəbdir. Rayonda ad-san qazanmış bir orta məktəbdir. İndi uşaqların sayı olmadığı üçün məktəb də yavaş-yavaş bağlanmaq üzrədir. Mənim nəvəm Qubaya gedir bu da. Özəl yerlərimiz var, orada əkinlə, biçimlə məşğuldurlar. Əsasən buğdadır, arpa da əkirlər. Daha başqa heç nə var ki burada? Dağ təyi zorladır. Çox şey alınmır burada. Mal qara saxlayırlar. Həmişə qoyun sürü ilə
qoyunları saxlayırdılar. İndi qoyunları da saxlamırlar o qədər. Azalıb. Azalıb, çox azalıb. Mal-qara ilə məşğul olurlar. Hərəsi 1, 2, 3 baş mal saxlayır. Bununla da dolanmaq çətindir onsuz. Təbii çətindir, təbii çətindir. Şair üçün də 2 qat çətindir. Demək, kənddə cavanlar dağılırsa, məktəb 11-ci sinif bağlanırsa, demək, şairin oxucuları azalır. Oxucuları seyrəlir. Daha çox cavanlar axı kitaba, dəftərə meyl eləyirlər. Müfəddəl müəllim, 70 adlamısınız. 70-i deyəndə 74-ü atlamışam. Allah canını sağ eləsin. İlk kitabım var burada. Nəyi qalıb bu dünyanın? Demək, Elm və Təhsil Nəşriyyatı 2016-da. 2016-dan bəri kitabımı çap olunmuyor. Yox, buraxdırmamışam da, imkanım olmadı. İmkana görə. Ancaq yazılar var. Yazılar var. İndi qismət, indi baxacağım bu. Qışda yazacağım hamısını bir yerə. Qoy bir salamatçılıq olsun. Bir o son 5 il oğlunu da bir əl baş elə. Ondan sonra rahat kitabını da çap elətdir. Bu dağlara da qayğısız bax. Biraz da rahat nəfəs al. Biraz da özünə yaşa. Biraz da şeirinə yaşa. Biraz da sözün qulluğunda dur. Əsas indiki mövzular hansılardır sizi narahat eləyən, qələm aldığın? Onsu da şeirlərini oxuyanda başa düşürük. İstəyərdim şairin öz dilindən eşidək. İndiki mövzular əsasən bu son dövrlərdə o haqsızlıqlar baş alıb gedir. Təbii. Bunlar elə şeirə də sirayət eləyir də, bunlar da şeirlərdə öz əksini tapır. Təbii, ağrıdır, şairin ağrısıdır. Şair üçün nə lazımdır? Şair üçün yaxşı belə cəmiyyət, şeiri başa düşən, şeir oxuyan, haqqa meyilli. Haqqa meyilli. Elə olanda hər şey gözəl olur. Sovet dövrünü mən tərifləmirəm. Sovet dövründə məsələn, həqiqətən də bir şeirin mərkəzi mətbuatda çap olunanda rayon adım Elə rayon da Respublika da tanıyırdı. Tanıyırdılar. Çünki o vaxt Müfəddəl müəllim mətbuat da az idi. Kanallar da az idi. Elə bir şeirlə mərkəzi mətbuatda görünəndə o sənin populyarlığına, tanınmağına bəs eləyirdi. İndi biraz o biri problemlərimiz kimi, o biri qayğılarımız kimi, bu da biraz çətinləşir, gəlizləşir. Yenə sözü şeirə verək, buyurun. Unudasan dər sərini, bilməyərlər heç yerini, Əzrailin dəftərini açasan, adın olmuyor. Bir səs kimi, bir ün kimi, olasan cavan dün kimi, doğasan eşqə gün kimi, qalasan batın olmuyor. Sevəsən minnət olmasın, arada möhnət olmasın, nə sənə qismət olmasın, nə də ki yadın olmuyor. Aşıqların gözü nəmdir, yeryüzü sevgidən kəmdir, cənnət özü cəhənnəmdir, sevdiyin qadın olmuyor. Dəqiq elədi. Cənnət özü cəhənnəmdir, sevdiyin qadın olmasa. Olmasa olmayanda indi mən olmuyor. Olmaya gəlir məndə. Olmuyor, elə sevdiyin qadın olmuyor. Məntiqi baxımdan o uyğundur. Çünki rəhmətli ulu babamız Nizami də deyir, eşqdir məhvəri uca göylərin, eşqsiz ey dünya. Nədir dəyəri? Nədir dəyəri? Eşq, sevgi, iki Allah var. Belə yozurlar. Biri bizi yaradan Allah. İkincisi biz yaratdığımız Allah. Biz yaratdığımız Allah dindir. Mən elə onu o qədər sevməm. Ancaq bizi yaradan Allahın adı eşqdir. O həmişə başımızın üstündədir. Kənd adamları qədir bilən olurlar. Təbiidir ki, Müfəddəl müəllim də elə. Xeyirxahlarını yad eləyəndə şair ön sözdə yazır.
Mən İskəndər müəllimin adını çoxdan eşitmişdim. Bu o İskəndər müəllimidir ki, biz tərəflərin cəmaatı onun xeyirxahlığından, insani keyfiyyətlərindən başlıcası da təmənnasız olaraq tikdiyi körpülərdən, çəkdiyi yollardan çox danışırlar. İskəndər müəllim şeir yazdığımı eşidincə təkidlə bir neçəsini mənə oxutdurdu. Diqqətlə qulaq asırdı. Deyəsən ürəyinə yatmışdı. Bu vaxtacan kitabımın niyə çap olunmadığı ilə maraqlandı. Yazdıqlarını bir yerə topla, kitabını çap etdirəcəm dedi.